Salam əziz müəllimlər, riyaziyyatdan 2025-ci ildə MİQ imtahanına düşmüş bir sualın izahını çəkirəm. Bizə bir kvadrat tənlik verib və ya kvadrat tənliyin fərqli kökləri vardı deyə artıq diskriminant böyükdür 0 olur. Diskriminantımız isə -5-in kvadratı 25 minus 4 vurulsun 2 vurulsun A böyükdür 0 olmalıdır. Buradan da 25 böyükdür 8A'dan, 8A kiçikdir 25-dən, A da kiçikdir 3/125 və A kiçikdir 3/125. Daha sonra biz bunu tənliyi çevrilmiş kvadrat tənliyə çevirək. X-in kvadratı minus 2/5x üzərinə gəl A bölünsün 2 bərabərdir 0. Daha sonra x1 göründüyü kimi böyükdür -1-dən, x2 də böyükdür -1-dən. Və burada x1 plus 1 də böyükdür 0-dan, x2 plus 1 də böyükdür 0-dan. Biz bunları vuranda tərəf-tərəfə x1 min plus 1 vurulsun x2 plus 1 böyükdür 0-dan. x1 vurulsun x2 üzərinə gəl x1 üzərinə gəl x2 üzərinə gəl 1 böyükdür 0-dan. x1-in x2-yə ahasili A bölünsün 2-dir. Üzərinə gəl x1 ilə x2-nin cəmi isə 2/5-dir. Plus 1 böyükdür 0-dan. Buradan A bölünsün 2 böyükdür -3/5-dən. A da böyükdür -7-dən. x1 kiçikdir 2-dən. x2 böyükdür 2-dən. Buradan x1 çıxılsın 2 kiçikdir 0. x2 minus 2 böyükdür 0. Tərəf-tərəfə vursaq x1 x2 minus 2x1 2x2 olduğu zaman elə minus 2 vurulsun x1 üzərinə gəl x2 üzərinə gəl 4 kiçikdir 0 yaza bilərik. Kiçikdir 0 yaza bilərik. Bunların hasili x1-in x2-yə hasili A bölünsün 2 eləyir. Çıxılsın 2 vurulsun. x1 ilə x2-nin cəmi isə 2/5 eləyir. Vurulsun 2/5 üzərinə gəl 4 kiçikdir 0. A bölünsün 2 -5 üzərinə gəl 4 kiçikdir 0. A bölünsün 2 kiçikdir 1-dən. A da kiçikdir 2-dən. A-nın 2-dən kiçik olduğunu tapdıq. Ədəd oxunda -7 ilə 2 arasında -7-dən böyüyür, 2-dən kiçilir. Və bunların kəsişməsi isə -7 ilə 2 arasıdır. Və yuxarıda qoyduğumuz şərtdə isə A kiçikdir 3/1000-125-dən həqiqətən də ödəyir. Deməli burada -6, -5, -4, -3, -2, -1, 0, 1. Bunları topladım. 1. Topladığımız zaman 1 ilə -1 islah gedir. 2 ilə 6, 3 ilə 5, -20. Ümumi toplayanda -20 olur. Bununla həll etdiyimiz zaman x-in yerinə bir dəfə -1, bir dəfə -2 yazmalıyıq. -1 yazdığımız zaman 2 plus 5 plus A göründüyü kimi qrafikdə müsbət olur. Böyükdür 0-dan. Deməli A da böyükdür -7-dən. İkini yazdığımız zaman isə 2 vurulsun 2-nin kvadratı 4 minus 5 vurulsun 2 plus A qrafikdən göründüyü kimi o zaman mənfi olmalı. Yəni 0-dan kiçikdir. 8 çıxılsın 10 plus A kiçikdir 0-dan. A da kiçikdir 2-dən. Bu zaman -6, -5, -4, -3, -2,
-1, 0, 1. Bizdən isə cəmi soruşurdu. -1 ilə -1-in cəmi 0 və digərlərinin cəmi isə ümumi eləyir -20. Cavabımız oldu -20.